Tokiyeva Ülviyə Tofiq qızı. Mən anamın evi var burada, qonaq gəlmişəm bura. Gəlib baxıram ki, suyun içində qalıb. Qaça-qaça gəlmişəm bura, gəlib görürəm 5 gündə, 6 gündə sağ olsun. Fövqəladə işçilər köməklik edir yalnız bizə. Evimiz qalıb suyun içində qıraqda, uşağımız məktəbə gedə bilmir, bir şey eləyə bilmir. Yazıqdır burada qazilərin, şəhid ailələrinin evləri batıb qalıb suyun içində. Qurban olduğum. Xahiş edirik sizdən köməklik eləyin bizə. Yazıq biz, qalmışıq küçələrdə belə. Siz Azərsuya müraciət edəndə nə deyirlər? Azərsunun Azər fövqəladə kömək eləyir bizə. Fövqəladə Gəlin 3 gündür gəlib o qayıtıb gedir. özünüzü təqdim eləyin, zəhmət olmasa. Siz bu məsələnin bağlı nə deyə bilərsiniz? Mən gözümə salsın, işin deyilsin. Müsahibə eləyirik, zəhmət olmasa. Niyə qaçırsınız? Bu məsələ ilə bağlı nə deyə bilərsiniz? Sakinlər şikayətini bildirir ki, Azərsu yeganə yanaşdır bu məsələyə. Bir haftada heç kim işləmir burada. Neçə gündür bu vəziyyət davam edir, bilirsiniz? Bu vəziyyət deyiləm, 27-sindən davam edir bu vəziyyət. 27-sindən bəs bu məsələ ilə bağlı niyə köməklik göstərməmiş sakinlərə? Hər bir köməklik göstərir. Olmaya bak burada köməklik. Ne köməklik göstərirlər burada? Evlər batıb suyun içində, qaçırsa, hara qaçırsa. Hara qaçırsa, çocuk. Özünüzü təqdim eləməsin. Çəkilsə bak, qaçma. Qaçır. Qaçın. Evimizə kimsə gedə bilmir bunların evində. Neden kameradan korkuyorsun? Neden korkuyorsun? Sen başın çıkın. Neden kameradan korkuyorsun? Gelmişim bu cemaatin. Bana daha doğrusu necə deyərlər, hələ ehtiyac yoxdur. Amma bu milləti görürəm mən. Vallahi Yezid də olsa imana dinə gələr. Suya baxın da suyu çəkin. Bu Azərsu and olsun Allaha belə bir şey. Azərsu deyilən bir Bir danışın, bir danışın zəhmət olmaz. Yəni bu milləti görəsiz, gündüz gələsiz. Xanım, sizin gözlərinizdən vallahi elə yaş gələr ki, and olsun Allaha çəkə bilməzsiniz buranı. Yəni acınacaqlı vəziyyət. Acınacaqlı vəziyyət. Camaat çöllərdə. Camaat çöllərdə. Yenə deyirəm, vallahi billahi yenə deyirəm. Mənim ehtiyacım hələ Evdə adam qalıb. Çıxıb atıb evin çıxa bilmir qırağa. Bir de evlerde adam yaşıyor buradan su içinde. Allah şam çığına kalırlar. Amma bir Evler nə yoktu, yaxşı gezmeye fövqəladə yerler var. yoktu. Nə yaxşı ki fövqəladə Allah onların canı sağ. O uşaqlar mən nənəmin sözü olması şatır olublar. Yaxşı ki o uşaqlar var. Ama burada yatır. Evi işi yok. Özünüzü təqdim eləyin. Hasan o verini taptı. Onları da o iş burasıdır ki. Samat evine içine gidebilmir. Hamı kalıp küçelerde. Bir danışın, xahiş. İş burasıdır ki. Onları da koymadılar ha. İndi biraz koyduğum Azərsur biz attı aeroportun həyətinə torba deyirlər də, nə deyirlər. Onları da qabağın bağladı. Əgər onu atsaydılar, 2 saatlıq burada 3 saatlıq iş var. Bəs kanalizasiyalarda necədir bəs? Kanalizasiyalar işləmir. Motor yanır. Bugün motor gəlir. Danışın, eşitmirəm. Bugün motor gəlir, narahat olmayın. Yarım saata gəlir, 1 saata gəlir. Belə alladılar. Necə? Allah'da da günü güne satırlar evimizde. Kimlər aldadır? Abi daha da bu Azersu. Azərsun əməkdaşları. Bəli. Mənə Kimlər verilən nasıl- məlumat əsasında içkili vəziyyətdə də gələn olub bura deyirlər. Şimdi Azərsun əməkdaşında içkili vəziyyətdə. bilmirəm ama ki o da Dəqiq. Baxmırlar sözümüzə. Dünən Azərsu'nun işçisi Buyurun xanım. Baxmırlar sözümüzə. Azərsun baxmır. Ahali yığışıb, boru çəkiblər, iş görüblər, bağlayıblar yolu. Biri deyir Azərsun bağlayıb, o biri deyir aeroport bağlayıb, bizi qoyublar 7 gündür biz zülüm çəkirik. Yəni sizə Bahara dəqiq baxırlar. məlumat verilmir. Yox, xeyr. O gəlir telefonu götürür qulağına, bu gəlir telefonu götürür qulağına. Yalandan elə ora bura vaxtı uzadıb çıxıb gedirlər. Biz qalmışıq suyun içində, onun evində. Günümüz güzaranımız yoxdur. Biz Azərbaycan milləti deyilik. Dənizi bir gündə qurudan ölkəyik biz. Bir gündə qurudan ölkəyik. Bizim bir damcı soyumuzu niyə qurutmurlar? Niyə baxmırlar bizə? Nə vaxta qədər belə olacaq? Nə vaxta qədər bu zülm içində yaşayacaq biz? Bəs özünü Baxsınlar bizə. Özünü təqdim etməyən bir şəxslər burada o deyirsiniz ki, Azərsu'nun işçisi dünən düz piyan idi. Ayaq üstündə qala bilmirdi burada. həmən şəxs. Həmən şəxs eyni qaydada yenə deyirəm. Burada bu yağış suyu deyil. 2009'dan mən burada yaşayan bir adamım. Bəli. 2009. Neçə il keçir üstündən? Bu 17 il. Bu da yağış suyu değil. Dünən buranı qurutdular. Su çəkilmişdi.
Eyni planlı şəkildə bağladılar, fövqəladə qurutdu. Kim qurutdu, nə qurutdu bilmirəm. Yenə eyni qaydada bu su şişib. Eyni qaydada bu su şişib. Bu qurum kim baxır, fövqəladəyə yaxınlaşıram, mən 7 gündür burada dijorniyam. Hələ mənim evimə su çatmayıb, ancaq çatır da. Dəxli var, həyət tuzu belədir. Həyətdə gəzə bilmirəm. Dəxli var onu. Gəlib evimi basmalıdır. 4 dənə uşaqla mən hara getməliyəm? Kimin evinə getməliyəm mən? Hə? Hara getməliyəm mən? Bu quruma deyirsən, deyir Azərsun çağır, fövqəladə deyir, mən sənə yardıma gəlmişəm bura. O birisilə deyirsən, deyir, mən sənə köməyə gəlmişəm. Biz 44 günə Azərbaycanın 24%-ni alan kişilərik. Biz 20 günə zəfər yolunu çəkən kişilərik. Bizə icazə verin, vedrə ilə buranın suyunu boşaldaq. Çok tardı gitti. İcazə versinlər biz yer tabarıq. Bizə burada fövqəladədən başqa yaxın duran yoxdur. 7 gündür, 8 gündə onlar bizləndir. Bizə onlardan başqa baxan yoxdur. Hara gedək bilmirik. Hara gedək bilmirik. Vallahi bilmirik. Özümüz də bilmirik. İtirmişik, biz bilmirik neyniyək. Bəs bu məsələ ilə Gecəmiz gündüzümüz yoxdur. Qadınlar küçələrdə yatır. Bəs icra hakimiyyətinə müraciət eləmisiniz? Hər yerə müraciət olub, qurban olum sizə. Hamısı bilir. Hər bir qurum bilir. Bilir. Şəhərin baş icra hakimiyyəti gəlmişdi bura. Gəldi bura. Bakı şəhərinin icra hakimiyyəti sağ olsun. Gəldi həmən günü su 50 santı düşdü. Su çəkdilər. Bu yağış suyu değil, bu planlı sudur. Bu planlı sudur, bu yağış suyu değil. Mən neçə ildir burada yaşayıram. Mən belə yağış görməmişəm. Bu yağış suyu değil. 2000 hardasa 11'də. Özüm də ikinci qrup ələm, bax, görsən. Deyir ki, burada deyirlər, bəziləri deyir ki, niyə buradan torpaq almışsın? Keyfimizdən almamışıq. Xanım, mənim pulumu, nədir bu, makler, pulumu alıb əlimdən. Orada almışdım, yuxarıda. Sonra pulumu verməyib, əl açsız qalmışam. Yəni, Əyil qadından istifadə edin. bəli, bəli. Gətir, qalmışdım, pulumu qaytarmayıb, məcburiyyətdə mən 5 dəfə buradan yer veriblər, mən istəməmişəm. Məcburiyyətdə mən gəlib buraya yığılmışam. Mən bir dənə uşağım, bir yetim saxlayıram əlimdə. Bu 2 dəfə. O boyda mənim evimə su girib, su. Burada Mən heç kim 10 icazəsiz ildir ev ev tikmir. kira. 10 Evin ildir mən icazəsi ev 10 tikmişəm. mindir. Bircə gün Heç kim içində icazəsiz burada ev tikmir. Bəli, pulumuzu alıblar. Pulumuzu alıp tikmişik. Pul verməyənə İşin sökürlər. İşin çəkdirmişəm. Bax, bütün buradakiler bilir. Öz büdcəmlə 2400 manat işığa pul vermişəm. Gel bir 700 manat qaza pul vermişəm. Nə bilim mən 300 manat işığa vermişəm. Hamısına cibimin pulu ilə. Amma sayğacımın, işığımın, qazımın hamının pulun gəlib tak ver bəri. Yeri gəl seçməyə güzəş var. Bir dənə adam deyə bilməz ki, o xanıma bir dənə adam güzəş deyir. Yaxşı, buradakı evlər hansı sənədlərlə verilib? Bələdiyyə sənədi. Bələdiyyə. Bələdiyyə sənədi. Çok Satıb bir evlerin dənə. kupçası da var. Çok evlerin kupçası da var burada. Keçə bilməzsiniz, xanımın evinə baxasınız, görəsiniz nə gün gəlir. Göstərə bilərsiniz, çox Göstərə deyə ora girə bilməzsən. Kamyonun var gelir. bataqlıqdır. Bataqlıq da buradandır su, bax, girə bilməzsən. Deyə bura açan su O su olan yerə baxa bilərəm. Bəs siz necə gedirsiniz evlərə? O küçələrdə O bir dəmir. Ama küçələrdə qalır. Evə şey getmirlər. Heç kim evinə girə. Mən Adam də- maraqlanmır ki. Mən qarşı Bu su basan insanlar harda qalır? Kimin evində qalır? Nə yer, nə içir? Mən bilmirəm, uşağım əlimdə, bilmirəm hansı evə gedim. Kimin evinə gedim? Bir gün gedər adamın evinə də. Əlbəttə ki. Adamın evindən ev tikmişəm, əziyyət çəkmişəm ki, evimdə oturum. Ha, yoxdur, bu gəlsin. Gəlsin bir baxsın. 1 metre su var. Ay xanım. Güzel Bir baxın. danışın, bir danışın, eşitmirəm. Burada dövlətə xeyir vermir. Özün tərcümə elə. 14 ildir mən burada yaşayıram. 14 ildir. Mənim həyatımda bir şey bilmir. Birinci ildir mən bunu görürəm. Bunu kimsə yağışın suyu deyil. Yağışın suyu deyil. Bu ancaq dövlət, hansısa qurumlar istəyir ki, buranı deyilmişlər, buranı plana düşənlər, istəyir ki, bu cəmaatı buradan köçsünlər. And olsun Allah. Seyid Nazım ağa dəfnə bizim evdə bax ortadakıdır, bax gedə bilmir. Ki evdən paltar götürək. Heç nə götürə bilmir. Bəs siz bu vəziyyətdə baş... Akşener'deyse 4 sene sonra söyleyeyim. Ben 4 sene Ailemiş sonra ama söyleyeyim. bak kiraya Birini koymuşam. bu 4 kardeşime maaş kiraya götürmüşəm. 4 maaş. Ailemiş ama varım. Özüm tek kalıram ki ev benden küsər. Ev benden yəs koymuşam kalıp burada. Allah hamd olsun. Yoktu bir de buranın yəsi. Sahibi yoktu buranın. Bu Yoktu. ərazi üzrə necə gedir?
Nətər yeri? Romanı şəkil, yeri romanı gedir bura. Yeni roman. Ha, bəli. Gör nə gün deyik biz. Nə gün deyik biz. Hamı durxa son günlərdir. Mən öz adımdan sizə təşəkkürümü bildirirəm Fövqəladə Hallar Nazirinə. Həqiqətən var olun ki, bu vətəndaşların qarşısına şərəf və xidmət göstərirsiniz. Yenə fövqəladə hallar. Bax, bunda mən yaşayıram bu evdə, ha? Aha. Yaxşı ucu daha bura baxan yox. Bax, indi yaxına gəlin, mən belə gedirəm. Bura bütün Burada necə yaşayırsınız qardaş? Bura, mənim evim buradadır. Buradadır. Bax, buradadır. Siz oraya keçməyin, Mən ara sanmıyorum. Ataz dərindir ora. Babam suyun Bəs içindədir. sizin əşyalarınız evdə. Hamısı bax suyun içindədir, bax. Bax, gölə baxın. Nə gündədir. Da oraya siz keçə bilməz. Keçə Çox bilsəniz bərbad çəkərdim. vəziyyətdir. Ha. Keçmək O mümkün deyil. kanalizasiya düz qapının ağzından xanımda oradan. Kanalizasiya düz çıxır belə. Hamısı vurur evin içinə. Kanalizasiya oradadır. O yəni Bir yağış kanalizasiya suyu içində. deyil də, belə kanalizasiya Yağış suyu sularıdır. yağıb indiyə kimi yağıb xanım heç vaxtı belə olmayıb da. Bu yuxarıdan da iki tərəfdən də kanal deyirlər göl var. Oradan axıb gələn sular var hamısı. Kanal oradan partladı deyirlər, oradan gəldi. Çay kimi gəlirdi. Bəs niyə motorlar işə salıb suları təmizləmirlər? Motorları uca su bastı, motor yandı, qaldı suyun altında. Hə, yanıbdır. Ha, 7 gündür. Buralar bütün göl idi. Bir dənə o bir gün yaxşı o 4 dənə turba qoydular aeroport tərəfə yaxşı çəkib suyu getdi o tərəfə, çəkildi də. Bir neçə saat. Oradan bəri suydu. Bizə Biz görüntüləri bura- atıblar, baxmışam Hə, görüntülərdə. bax, bir gün neçə saat işlədik, qəşəng su getdi, ondan sonra dayandı, daha baxan yoxdur. Biz setkadan o tərəfə qoymadı aeroportun işçiləri. aydındır. Hə, bizi oradan çıxartdı, bayaq biz orada. Adınız, soyadınız? Mən Vəliyev Rüstəm. O belə yaşayır. Bu vəziyyətdə yaşayır. Gedəcəyiniz küçələrdə bu O vəziyyətdə yaşayır. Denizən. Ben Azərbaycan vətəndaşıyım. 2 dənə də uşaq anasıyam. Yetim uşaq saxlayıram. Mənim heç yerdən köməyim yoxdur. Sizdə də baba yensinə gedirik. Qonşuya gedirəm. Burada sudur. Bax bu yensinə. Bax bu çıxar. Qasımova Aygün Azad qızı. Siz burada yaşayırsınız. Bəli. Göstərə bilərsiniz. Bəli, bəli xanım, buyurun. Gəl. Üstünə su, üstünə su. Ha, onun üstünde. Şöyle gidelim. Xanım, 4 aydır evli remont eləmişəm. 4 aydır. Ver, reklam şeyin. Bax xanım, su ora qədər idi. Yoldaşım taxta gətirib almaq üçün taxtasını. Əyamı qoyub orada oturmuşam. Bütün hər şeyim, bax. Gün icra hakimiyyəti gəlib bir dənə motor qoyub, suyu çəkib, Evlə, hər şey yaxınlaşıb. Bütün polumu da çəkib, çox xahiş edirəm. Hamı da bilir. Bize təmir etdim işte. Bax, xanım. Uşağa tuvalet dedim. Onun için. Hamısı suda var. Bakın o suda var. Mən 7 gündür, 6 gündür baxın. O da patoloğum, baxın. Bir aşağıya çəkin. Hamısı 4 ayın remontudur. Hər bir şey, bax qapı almışam, hamısını dedim, bəxtə belə düşürəm, hər şeyi bir təzə eləyim. Gəlin. Bak suyu bizi görsünüz. Burada yaşamaq mümkün Ben deyil. hara gideyim? Bəli. İzi görürsünüz orada. Su oradan idi bak. Suyun Oradan içində qaldım, heç bir orqan gəlib mənə dəstək olmadı ki, bəlkə öldü suyun içində. Dəfələrlə canlılaşmışam, canlıda tok məni vurub. Bax vəziyyətim, inanırsınız mən hər şeyim məhv oldu. Mənim artıq heç bir istədiyi heç nəyim yox. Orada otururam, ayağımı qoyuram, gözləyirəm. Gözüm görə mənim evim inanırsınız su bastı. Mən dedim, evim sən məni buraxdın, mən səni buraxmayacağım. Uşağım təsirdən yayınıb. İnanın ki, mənim vəziyyətim bizdir. Allah'ım dostu xanım. Heç bir qurum məni eşitmir. Çox pisəm, acınacaq. İnansın, qonşular çıxıb buradan hardasa yaşayır, gedir, yemək gətirir mənə. Bir dənə fərli yoldaşım var. Siz harada yatırsınız? Yatıram, inanın ki, burada otururam. Bakın, bütün teyoksuz emeğim, 4 tane düze var, hamısını salmışam bura. Ayağımı bura koyup üşüdürdüm böyle şərbitle. Qonşu sapıq alıp verib mənə, valla deyirəm. Çox xahiş edirəm, məni bax, poluna baxın xanım, bura bax. Buranın hamısı belə çəkib, hamısı belə gedir. Bu ümumiyyətlə sökülməlidir, evimin oldan yığılmalıdır, mənim vəziyyətim budur.
Ən acı olan mənim qızımın cehizləri. Bax gücüm çatıb, hamısını əziyyətlə aldım, hamısı məhv oldu. Qapılara kredit ödəyirəm, bəxtəmə düşmüşəm. Qoxu mebeli yığdırmışam, hamısı kredit. Zəng eləyirlər ki, pulu ver, çəkib atıraq deyil, o bizim problemimiz deyil. Qalmışam belə, Allah hamd olsun, mənə dəstək olmasınlar, özümü töküb yandıracam bu evdə. Mən nə deyim, hər şeyim məhv oldu, nə deyim xanım, qurban olum sizə, başınıza dönüm, işıqlandırın. Vəziyyətim yəni budur, mən buradan soğuldu, inanırsınız, getməyə yerim yoxdur, uşağımı valideynə qoymuşam. Mənim bu günüm budur, heç kim də gəlmir, yalandan gəlirlər, büyüklərim icra hakimiyyəti bir dənə motor qoyub, canlaşmışam, 2 dəqiqədən sonra bağladılar. Bura qoyun motoru. Motoru birini bura qoydu, bir dənə motor gətirmişdi, birini də ora bax bacı. İyi görürsünüz. İdeyi bacı bir dənə bura bax. Bərbad gündə. Gəl bura bax. Bax. Baxın. Bax sudur. Bura qoydurdu motoru. Canlaşmışdım. Canla bağlayan ki motoru yığışdırdılar. Mənə artıq da kimdəs hər şeyim batdı. Mebellərim, qonşunun oğlu Elmirlə mebel yatdığım yerdə mebel belə açıldı, töküldü. İnanırsınız? Hamısı hər şeyim kredit. Hər şeyin oldan almışdım. Budur vəziyyətim. Artıq tərəzidə bacı sizdən xahiş edirəm. Gücümüz sizə çatır. Səsimizi çatdırın. Yəni mən acınacaqlı vəziyyətdəyəm. 6 gündür mənim uşaqlarım üzünə həsrətəm. Çörək yemirəm, aclıq elan eləmişəm. Bu dövlətin, bu romanın sahibi bir kişi çıxacaq da ortaya. Çox xahiş edirəm. Qurban olun, səsimi çatdırın hər kəsə. Romanın cəmaatını qutarın bu bəladan. Çox xahiş edirəm. Mən Əliyev Cəmaloğlu. Burada aşağıda qoran su evi basıb, kim hələ gəlib mərzə eləyirik, suya da deyirik, bələdiyyə də deyirik, heç biri bizim şikayətlərimizə baxmır. Xahiş edirəm, gəlsinlər bizim evimizi suyun içindən qutarsınlar. Bu boyda su basıb millətin evini. Bundan başqa kim gəlir bizim ağzımıza bir kəlmə söz atır, həll eləyirik. Aeroport oradan suyu bağladı, Ayzərsu oradan heç bir iş görmür, fövqəladə gətirib töküblər. Bir dənə onluq şilanka qoyublar, orada suyu çəkirlər. Bu boyda su neyniyəcək millətə? Hamı evi eşik suyun içindədir. Heç kim gəlib baxmır bu suya. Gələn yalandan ağzına bir kəlmə söz atır, dur qıraqda. Bu boyda millətin evi eşik suyun altındadır. Gəlsinlər köməklik eləsinlər. Azərbaycan xalqıyıq. Azərbaycandan dəstək istəyirik. Böyün sabah əskəriyə də apardılar, 44 günlük müharibəyə də apardılar. Evimdən gəlib götürüb apardılar. İndi suyun altında 2 dənə körpə uşağım var. Gəlsinlər suyun altından qutarsınlar mən. İndi gəlsinlər suyun altındayım da, gəlsin 5000 versin, evimi suyun altından qutarsın da mən. Özüm mənim evimi gördün də. Özün gördün necə yerdə. Hələ analarımız, bacılarımız gününə diliyinə baxın gör hələ. Bizə baxın. Özünüzü təqdim edin. Nəcibə Ramanda yaşayır, Müşə şəhərciyində. Qarabağ veteran yoldaşım. 5 il, 6 ay suruc beliyim. Evimi su basıb. Mənim nə işim yox, nə ödümdə 5 dəfə əməliyyatdan çıxmışam. Mən işləyə bilmirəm, mənim evimi su basıb. Xahiş edirəm, bizə bir əncam qırsınlar. Qarabağ veteran, nətər kim? Mən qaza işığa su ödəyirəm. Devlət baxmır buna. Devlət baxmır. Deyir, devlətin yeri döy. Qaza işığa nətər su keçirirəm? Gəlsin də baxsın, cəmaatı qırılır. Oğlan əskər yola salıram, əskər. Bicər qal, mənim oğlum əskər gedir. De aparmasın da əskər. Lazım deyilsə aparmasın. Və bizi suyun altında qırır axırı. Onda əskər verməyəcəm mən oğlumu. Əgər mənə əncam qırmasa vermirəm əskəriyə. Həmən oğlan suyun altındadır. Vay, nə gündədir bunlar. Hələ basmaq yıxaram. Uşaqlarım suyun içində, evin içindədir, bu suyun içində. Xanımın ayaqları soyular. Narahat olma. Özünüzü təqdim edin. Əhmədova Aycin İsa qızı. Xanım, sizdən çox-çox xahiş eləyirəm. Dövlətimdən xahiş eləyirəm. Bizim bu acınacaqlı vəziyyətimizə baxsın. Başsız ailəyəm, zülümlə, gecəm, gündüzümlə ev tikmişəm, evim su içində. Bu qadın olaraq bir qadına yaraşarmı bu formada? Əskər böyüdürəm, 4 ildən, 5 ildən sonra məndən əskər istəyəsən. Əskərin nə böyrəyi qalmayacaq, nə də o uşaqda olunmayan fəsadlar çıxacaq. Su idarəsi gəlir, bu vəziyyətdə gedilir. İcra gəlir, bu vəziyyətdə gedilir. Çox-çox xahiş edirəm, başımıza dönüm. Gəlin gedən işığımızı da kəsiblər. Biz harda qalaq? Bizə yatacaq yer verin, bizə qalacaq yer verin. Körpə balamla başsız ailəyəm. Harda yatım, harda durum? Mənə bir dənə yer verin, mən uşağımla yaşayım. Mən qatmışam, qonşunun maşının içində yatıram. Bu Allahın xoşuna getməyən bir şeydir. Gəlin baxın, görün, qadın olacaq. Hiss bu vəziyyətdə yaşayarmı?
Siz deyin, biz də qulaq asaq. Bu vəziyyəti heç kim çox xahiş eləyirəm. Artıq dərəcədə, sizdən artıq dərəcədə xahiş eləyirəm. Baxın bu işlərə. Çox çarəsizik, çox pis vəziyyətlərik. Evlərimizi su basıb, balalarımızı su basıb, yatacaq yerimiz yox, imkanımız yox. Nə ilə uşağıma necə çörək aparım? Bu vəziyyətdə uşağıma mən necə çörək apara bilərəm? Qurban olum, çox-çox xahiş eləyirəm. Başınıza dönüm. Baxın bunun bir dənə əmzamına. Başqa deyəcəyim yoxdur da.